Azərbaycanda Sasanilərin hakimiyyəti dövrünə aid 2 suala baxacağıq. Tövsiyə edirəm ki, videonu dayandırın, sualların cavabına əvvəlcə özünüz tapmağa cəhd göstərin. Əgər tapsaz, bunu şərh bölməsində qeyd edin. Daha sonra isə video izaha baxmağa davam edin. Sasanilər dövlətinə aid deyil. Pulun üzərində müqəddəs od təsvir olunub. Sasani hökmdarları özlərini xeyir tanrısı olan Hörmüzün yer üzərində təmsilçisi hesab edirdilər. Buna görə də metal pullar üzərində həm hökmdarın, həm də zərdüştliyin simvolu olan odun təsviri var idi. Dərbənd səddi inşa edilib. Doğrudur. 6-cı yüzillikdə şimaldan hücumların qarşısını almaq məqsədi ilə bu sədd inşa edilmişdi. Hökmdar 1-ci Qubad Axun hökmdarına sığınıb. Doğrudur. 1-ci Qubad iri feodallar tərəfindən taxtdan salınan zaman Axun hökmdarına sığınır və onun köməyi ilə də yenidən hakimiyyətə qayıdır. Nəqş Rüstəm kitabəsində yalnız Albaniyanın adı çəkilir. Sasani hökmdarı 1-ci Şapura tabi olan ərazilər içərisində Atropatenanın da adı qeyd edilmişdi. Albaniya və Adurbadan olaraq qeyd edilibdir. Yanlış cavabımız D-bəndi. Məzdəkilər hərəkatı 5-ci yüzilliyin sonunda başlayıb, bu doğrudur. 6-cı yüzilliyin əvvəllərində də başa çatmışdı. 1-ci Xosrovun islahatında nəzərdə tutulmamışdır. Sahibsiz torpaqlar hərbiçilərə paylanıldı. Bu doğrudur. Bunun nəticəsində də şərti torpaq sahibliyi olan xostak yaranmışdı. Kahinlər və məmurlar can vergisindən azad olundu. Qadınlar, uşaqlar, qocalar, kahinlər, məmurlar, hərbiçilər. Bu kateqoriyaya daxil olan insanlar can vergisindən azad olunurdular. Can vergisi də gizli adlanırdı. Vergi yığan məmurların özbaşılığına son qoyuldu. Doğrudur. Atropatena və Albaniya şimal qütbuna daxil edildi. Bu da doğrudur. Xosrovun dövründə ümumiyyətlə 4 qütblıq yaranmışdı. Şimal qütbuna da Azərbaycan torpaqları Atropatena və Albaniya daxil idi. Dastakir torpaqları kəndlilərə paylandı. Yanlışdır. Dastakir torpaqları iri əyanların xüsusi torpaqları idi. İrsən keçən torpaqlar idi.